ABŞ prezidenti Donald Trump'ın nümayəndəsi ilk dəfə olaraq Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub. APA xəbər verir ki, Trump'ın yaxın şərq üzrə xüsusi nümayəndəsi Stephen Witkoff bu barədə jurnalist Tucker Carlsona müsahibəsində deyib. O, ABŞ-nin təsirli ola bilməyəcəyi hallarda vasitəçiliyə cəlb olunmasının düzgün olmadığını vurğulayıb. Niyə öz vaxtımı və ya Amerika Birləşmiş Ştatlarının vaxtını boşa sərf edim? Niyə mən prezidentin yanına gəlib ona tövsiyə edim ki, biz dialoqla nəyisə başa çatdıra bilərik, sonra isə bacarmayaq? Bu pis siyasət reseptidir. Əgər mən bu işin içində olmasam və qiymətləndirmələr aparıb prezidentə desəm ki, biz dialoq yolu ilə nəticəyə gələ bilərik, bu zaman iştirakın mənası olar. Bu hesablamalar yalnız İranlılar, Ruslar, Ukraynalılar üçün deyil, Azərbaycan və Ermənistan üçün də keçərlidir, deyə Witkoff əlavə edib. Onun sözlərinə görə bu prinsiplər bütün münaqişələrə tətbiq oluna bilər və ABŞ yalnız real təsir imkanlarına malik olduğu hallarda danışıqlarda iştirak etməlidir. Beləliklə bu prinsiplər bugün bəlkə də danışacağımız bütün bu münaqişələrə aiddir.